cavan körpün şapçağını çansızlayamadılar. Gördüklerini mahvettiler. Erşe baktı böyle. Geçen yaşamak. Kurultayla şeyleri bana 20 yıllar günü. Bütün arsız sakları, bütün arsız zamanları. Ağla gelen silahlar. Ağla gelen silahlar. Ağla ile neyle? Ağla gelen silahlar. Başımızın üzerine kanlar aktı ikitlerde. Sanki Pakistana geldi. Sinesinden akan kanlar. Elimizden burada. Cinasız gördüler. 20 yılmaz diyor. Geriye. Geriye gelsinler. Korkular bizeyler. Şehir olduk. Ölmedi. Evliyan var. Big Ağız. Güneşimiz saralıptır, köylerimiz karalıptır. Qarabağız saralıptır, dert bürüyüb solu sağı. Tanrı kurtar bu sınağı. Kalk kalk ulu torpaq, kalk kalk ulu bayraq. Kalk kalk sən ey mərd xalq, yer titresin məhvərinlə. Kalk kalk ulu torpaq, kalk kalk ulu bayraq. Kalk kalk sən ey mərd xalq, yer titresin məhvərindən. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü. 700-dən insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Yanvarın 22-si şəhidlərin dəfn günüdür. Ölkəmizdə 3 günlük matəm elan olunmuşdu. 20 yanvar şəhidləri 1918-ci il mart soyqırımı qurbanlarının uyduqları yerdə dəfn edildilər. Bu yer hazırda Şəhidlər Xiyabanı adlanır. Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ məsələsində mərkəzlə sövdələşərək öz xalqına qarşı gizli planlar həyata keçirir. 20 yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi milli azadlıq istəyinin oyanış günüdür. 20-ci əsrdə ən qanlı terror aktları sırasında 20 yanvar cinayətli davə bu insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdə 20 yanvar hadisələrinə lazımınca qiymətləndirmək yolunda ciddi addımlar attı. Senin bugünün savaşçı toy hakkım var ki ölünüm. Azerbaycan diyende yürekler de görünür. Azerbaycan